Babamı götürüb sürgün eləyirlər. Sonra 53-cü ildə, 54-cü ildə qayıdır gəlir. Mehralı baba. Mehralı baba, Məmməd babam. Mehralı babam tuturlar. Türkiyədən gələn kimi bunu tuturlar, həbsxanaya göndərirlər Mehralı babamla. Və onun atasını da sürgün edir. Onun atasını da sürgün edirlər. 37-ci ildə Mehralı babam məktub yazır ki, biz Tuladayıq. 41-ci ildə müharibə başlayanda üçbucaq şəkilli bir məktubu gəlir. Kəndə ki, bizi müharibə apardılar. Ondan əlaqə etir. Sadəcə onun oğlu mənim atam qalır, bir də bir bibim qalır, 2 uşağı. Demək, ondan da o əlaqə etir. O məktub bugün də bizim ailə arxivimizdədir. O üçbucaq məktubdur belə. Bizi çıxartdılar, müharibə apardılar. Görünür, orada da o ştraflı batalyon deyirdilər, cərimə batalyonları, qolçamaq evladlarını ora göndərirdilər, güllərin qabağına verirdilər. Bugünə qədər də heç bir iz yoxdur. Ancaq Məmməd babam, o Mehralı babamın atası Qazaxıstandan qayıdır gəlir. Danışırmış ki, bizi yük vaqonlarında apardılar və deyir, biz düşən kimi düşərgədə deyir, Qazaxlar bizə daş atırdılar. Ağ daşlar atırdılar, deyir. Biz də deyirdik, görəsən bu Qazaxlar bizə niyə daş atırlar? Sonra bir gün daş atandan sonra yağış yağdı, baxdıq, gördük ki, bu daş əriyir. Yerdən götürdük, bu qurutdur. Sən demə, Qazaxlar bizə daş atmırlarmış. Rus sərhədçilərinin, konvoylarının qorxusundan heç nə verə bilmirlər yeməyə. Görürlər ki, türkdülər. Bunlara qurut bilirsiniz də, ağ. Qurut atırlarmış, deyir, sonra başladı bu qurutları yeməyə. Görün, önünə böyük faciədir.